Müsəlmanların müqəddəs bayramlarından biri olan Qurban Bayramına artıq sayılı günlər qalıb. Məhz bu münasibətlə heyvanların satışı məntəqələrində bayrama hazırlıq işləri görülür. Qurbanlıq heyvanların kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəraitdə həyata keçirilməsi məqsədi ilə Muxtar Respublika ərazisində 9 ünvanda heyvanların kəsimi və satışı xidmətləri təşkil olunacaqdır. Deməli, 4-ü Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılaraq qurlaşdırılmış, müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlara təsis olunmuş mobil tipli kəsim məntəqələri, heyvan kəsim çadırlarıdır. Qurban Bayramı təkcə dini ibadət deyil, həm də mərhəmət, paylaşma və birlik rəmzi hesab olunur. İlahiyyatçılar bildirirlər ki, qurban kəsimi zamanı müəyyən qaydalara xüsusi diqqət yetirilməlidir. Birinci növbədə ona diqqət eləməlidirlər ki, qurban kəsən zaman, qurbanlığı qurbangaha gətirən zaman onu şəfqətlə, mərhəmətlə, sevgi ilə qurbangaha gətirib və İslam şəriət uyğun olaraq ilk öncə olaraq onu üzü qibliyə, sonra isə Bismillah, Allahu Əkbər, yəni Allahın adını deyərək qurbanı kəsmək lazımdır. Bir də onu mən qeyd etmək istəyirəm ki, qurbanlıq bir neçə heyvanın növlərindən olur ki, keçidən, qoyundan, dəvədən və iri buynuzlu malqaralardan olur ki, bunlardan heyvan kəsmək olar. Keçi və qoyunlar üçün bir nəfərin qurban kəsməsi kifayətdir. Lakin iri buynuzlu malqara üçün, inək üçün, dəvə üçün təqribən 7 nəfərə qədər insanlar bir yerə toplaşıb qurbanı kəsə bilərlər. Qeyd olunur ki, satışa çıxarılan bütün iri və xırda buynuzlu heyvanlar əvvəlcədən baytar nəzarətindən keçiriləcək. Hər hansı xəstəlik aşkarlanarsa, həmin heyvan təcrid olunacaq, müayinəyə cəlb ediləcək. Artıq Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə müasir və qanunvericiliyə uyğun olaraq heyvan bazarımız fəaliyyətə başlamışdır. İnşallah ki, ayın 22-sində, may ayının Əkkəsim məntəqəmizdə fəaliyyətə başlayır və bütün qanunvericiliyə və müasir tipli avadanlıqlarla kəsim həyata keçiriləcəkdir və baytar nəzarətində əsasən yoxlandıqdan sonra kəsimə gedəcək. Mütəxəssislər və aidiyyatı qurumlar vətəndaşlara qurbanlıq heyvanları yalnız nəzarətdə olan satış məntəqələrindən almağı, kəsim prosesini isə xüsusi ayrılmış məkanlarda həyata keçirməyi tövsiyə edirlər. Məqsəd həm dini qaydalara əməl olunması, həm də qida təhlükəsizliyi və ictimai sağlamlığın qorunmasıdır. Tərlan İbrahimova, Sura Bəşirova, Emin Babayev, NTV Xəbər.